condition formatting. Nə deməkdir? Format verməkdir. Məsələn, seçirəm bu ərazini, girdim bura. Bax, ilk 10 rəqəmdə, məsəl üçün deyirəm ki, greater böyük deməkdir. Less than kiçik deməkdir. Between arasında. Equal to bərabər deməkdir. Bunlar elə əsas bunları bildiniz, bəsdir. Bax, deyir ki, buradan girirəm, bax, vurdum, açıldı. Məsəl üçün, burada deyirəm ki, mənə göstərsin 600-dən böyükləri. Greater, böyük. 600-dən böyükləri, bax, qızartdı. 600-dən böyük olan maaşı, bu maaş sırasıdır. Maaşda seçirəm, bax, 12 nəfərin içindən mənə ən böyüyün göstərsin. 600-dən böyük olanlar daha doğrusu. Bax, vurdum. 600-dən böyük olanlar 660, 600, 1900, 1099. Bax, bunları 600-dən böyük olduğunu göstərdi mənə. Məsəl üçün, 533-ü göstərmədi. Göyərtmədi, bax. Onlar ağ qaldı, bu birisi qırmızı. Çünki 600-dən balacadır. Hə, çünki 600-dən balacadır. Ctrl Z edib geri qayıdıram. İkinciyi göstərirəm. Məsəl üçün, burada var kiçik deyirəm. Məsəl üçün, kiçiyi götürdüm. İndi deyirəm ki, məsəl üçün, 500-dən kiçikləri mənə göstər. Baxın, 500-dən kiçikləri götürəndə nə oldu? Bir rəngləndi, 360. Amma, yəni, burada elə 500-dən yuxarılar rənglənmədi. Ancaq aşağıları götürdük. Daha sonra burada nə var? Yenə between arasında. Arasında məsəl üçün deyirəm ki, 500-lə 1000 arasında olan ədədləri göstər. 500 manatdan yuxarı, 1000-dən aşağı maaş alanları mənə göstərsin. 500-dən 1000 arasında olanları. Between-dən o mənə baxın göstərdi. 500-dən yuxarı burada 533-dür. 756-dır, 660, 718-i göstərdi. Amma məsələn 364-ü göstərmədi. 1209-u göstərmədi. Yəni rəngləmədi ki, yəni bu 1000-dən böyükdür və yaxud da ki 500-dən kiçikləri də göstərmədi. Mənim burada nə şərt qoysam odur. İndi siz işə girəndə sizə nə şərt versələr, onu edəcəksiniz. Sizə şərtini deyəcəklər, məsələn 600-dən yuxarı, 1200-dən aşağı maaş alanları göstər. Onun arasında olan rəqəmləri göstər. Elə bir şeylər olacaq. Daha sonra burada top 10-dur. Yəni ədədlərin içində 10-dən ən yuxarını göstər. Bu rəngidir, reddir, yellowdur, sarıdır, green yaşılla göstərsin. Və yaxud da ki 10 dənəsin, 11 dənəsin seçsin ən yuxarı, 10 dənə, 5 dənə ən yuxarı olan ədəd göstərsin mənə. Ən yuxarı hansıdır, onları seçir. Seçdiyim ərazi üzrə. Sonra burada məsəl üçün bu ən faizlə göstərsin ən yuxarı olanları, ən aşağı olanları göstərsin. Yəni bu 10 dənə içində ən yuxarı qiymət olan 1725-dir. Ən aşağı ondan digərləri də kiçikdir, onları seçdi, göstərdi. Daha sonra burada var data bars. Bu nədir? Məsəl üçün seçirəm bu hissəni. Deyirəm ki, bu da baxın, belə bir şey eləyəcək. Qırmızı rəngini seçirəm ki, hissə olunsa. Bax, 1725 böyükdür da, eləmi? Onun rəngi çox oldu. Bu müqayisə diaqramlarda da görərdiniz. Bax, 1725 böyükdür. Məsəl üçün, 1-də heç göstərmədi, kiçikdir. 320 kiçikdirsə, onun rəngləməsi az oldu. Yəni, hansı rəqəm böyükdür, kiçikdir, bu onu göstərir. Hə. Məsəl üçün, sonra burada var bu formada rəngləmək. Məsələn, bir dəqiqə birinin altdakını silim. Bax, sonra var, məsəl üçün, müqayisə Siləndə nəyi bastınız Ayşə müəllimə? Ctrl Z ilə geri qayıdıram. Hələ elə, hə. Sonra, məsələn, burada var da, yəni, rənglərlə istifadə elədik. Bax. Bu nəyi göstərir bu? Bu nəylə? Boş rəngləri göstərir, böyüyü, kiçiyi. Məsəl üçün, böyük rəqəmləri qırmızı ilə göstərir, kiçik rəqəmləri göy ilə göstərir. Müqayisə eləyir. Sonra, məsəl üçün, gəl bu formada müqayisə eləyək. Ancaq müqayisədir də burada, böyüyü, kiçiyi. Məsəl üçün, icon set.
Burada da ikonlar bilirik də. Məsələn belə bir kiçikdir, baş aşağıda ox. 1725 böyükdür, başı yuxarıda ox. Ha. Yəni böyük kiçiyi göstərir. Bu formada. Gəl bunu da geri qaytarım. Keçək format table-a. Bu cədvələ dizayn verir. Məsələn, görək sadə cədvəlim varsa onun üzərində eləyim. Bax, sadə cədvəlimdir. Bax, bunu seçirəm. Yaxud da cədvəlin ortasına qoyub Ctrl A deyirəm, cədvəl seçilir. Buradan girdim, məsələn, belə bir şey seçirəm. Ərazini vurdum. Bax, bu formada rənglədir. Gördün? Və yaxud da ki, yenə bura girirəm. Bunlardan seçə bilərəm. İçi çölü, hər tərəfli. Hər tərəfli, yəni işıq sönülü rənglədir. Çəz stildə, məsəl üçün, burada ücü olmayacaq ki, bunu geri qaytaram. Məsəl üçün, deyirəm ki, buranı seçirəm, çəz stildə girirəm. Deyirəm ki, bura olsun bənövşəyi rəngdə. Xananın rəngini seçirəm. Məsəl üçün, bu formada seçə bilərəm. Nə bilim, müxtəlif formalarda seçə bilərəm. Rəngləyə bilərəm, yəni. Xananı rəngləməliyəm. Mən xana ilə seçə bilərəm. Və yaxud da seçilmiş ərazini. Bura kimi seçdim. Gəldim buradan. Məsələn, budur. Bu formada. Dizayn verim. Hələ ki, asan hissələrindəyik biz. Sonra, yəni bunu evdə baxsaz, rahat-rahat bax, açdım, hansı dizaynı istəsiniz götürərsiniz. Videodan da baxa-baxa eləyərsiniz, onu məşq eləyərsiniz. Özünüz üçün rəngli cədvəllər qurarsınız, əliniz alışacaq. Çətin bir şey deyil. Sonra bax, burada belə bir şey var, insert. Insert, mən demişdim ki, məsəl üçün, buradan insert eləyib, bir dənə sətir sütun ata bilirəm. Amma bunu məsələn, buradan da eləmək olar. Insert. Vurdum, sütun atdı. Məsəl üçün, sətir tərəfdə dursam, sətri seçsəm, sətir atacaq. Gör, necə yaxşı texnologiyadır. Sütunda dursam, sütunu durub seçsəm, sütun atacaq. Nəysə unutsan, əlavə 5 dəqiqə eləyinə. Hə. Bu formada. Sonra burada delete var. Delete nədir? Delete çez xananı silir. Məsələn, buradan 91-i silirəm. Bax, delete girdim, delete çez girdim. Bax, deyir ki, delete çez left. Bunu silsəm, ümumiyyətlə 91-i siləcək. Bax, xanasını da siləcək. Burada açıqlıq yaranacaq. Baxın, burada xana da itdi. Fikir verdiniz. Bax, burada gəlir. Qoy biraz böyüdüm. Bax. Burada bu 91 getdi. Amma geri qaytarım. Bir dənə geri qaytarım. Baxın. Bu 91-ə baxın. Bunun bu hissəsi bağlıdır. Hələ ki. Fikir verdiniz. Çərçivənin kənarı. Cədvəlin. Görürsünüz, səsim gəlir qızlar. Gəlir. Bax, bunu seçdim. Delete çelsə vururum. Delete çels left vursam, bu 91-i siləcək, xananı da siləcək. Bax, 91-i silib, bax, xana buradan xət itdi. Yoxdur. Ctrl Z ilə geri qaytarıram. Birinci o idi. Yenə bu 91-i siləm. Chelsə girəndə deyir ki, shift chels up. Yəni 91-i siləcək, 96-nı gətirəcək onun yerinə. Bax. Oku vururam. 91-i sildi, 96-nı gətirdi və burada artıq 96-nın xanası da yoxdur. Deyirəm 91 xanasını sil, 96-nı da gətir onun yerinə. Belə bir bizim nümunəmiz var. Sonra deməli belə bir şey var. Yenə xana seçilib. Enter rows vursam, sətir üzrə bunun hamısını 91 verdiyə baha, riyaziyyat, İngilis. Bu ümumiyyətlə silinəcək. Baxın, silindi, getdi. Geri qaytarıram. Sonra yenə buradan sütunu vursam, bu hissədən sütunu vursam, ümumiyyətlə sütun silinəcək. Baxın, vurdum, ümumiyyətlə mən rəqəmlərim getdi. Geri qaytarıram.
Daha sonra burada yenə delete sheet row sətr üzrə silmədi. Sonra yenə burada var column sütun üzrə silmədi. Bunu da vursam delete sheet. Ümumiyyətlə bu vərəqi siləcək. Ümumilikdə siləcək. O da istəmirəm silsin. Ona görə onu vurmuram. Yəni bu axırıncı ümumilikdə vərəqi silir. Daha sonra bu hissədə var. Bu sətrin sütunun eninin uzunluğunu artırmaq. Məsəl üçün bu formada mən eləyə bilirəm də, rahat sizə göstərmişəm. Və yaxud da ikisini bir yerdə seçib bu formada birini artıranda o birisi də eyni boyda məsələn artacaq. Məsələn qalınlaşdırıram, qalınlaşdı. Və burada bunu deyir ki, bununla eləmək olur da, sətrinlə sütunla bu formada eləmək olur. Artırmaq və yaxud da əllə yazmaq olur bu enləri. Daha sonra burada autofit var, sütunun eninin uzunluğunu artırmaq var. Bunları birinci dərsdə keçmişəm sizə, ona görə girmirəm bu hissəyə. Daha sonra gəldik avtosama. Avtosom nədir? Məsələn, bu hissədə, indi biraz kiçildəcəm buranı. Bax, bu hissədə, bunu biraz belə çəkək. Baxın, bura yazıram 1. 1 yazdım. Baxın, ümumilikdə məsələn bu hissəni sildim. Yox, bu hissədə bir dənə cədvəl yaradıram. Bəzən olacaqsa sizdə, elə buradan gedək. Bəzən sizdə olacaq ki, cədvəl qurmalısınız. Bax, avtosamı vurdum buradan. Bu avtomatik buranı cəmlədi. Məsəl üçün, burada bu 43-ü dəyişsəm, bura yazsam 100, aşağıda 527-dir da, o dəyişəcək. Oldu 584. Çünki mən ümumilikdə bu hissəni seçib, bura avtosam vurmuşam. Avtosam. Yəni, cəmləsin avtomatik. Bu nəyə lazım olur? Məsələn, bizdə ödənişlərə kursda lazım olur ki, tələbə gəldikcə bir var biz toplayaq, bir də var bunu vurursunuz avtomatik. İstər burada boş xana olsun. Məsələn, bunu siləm. Bunu da siləm. Sildim bunu. Hələ ki, burada dəyər yazılmayıb da. Yenidən bu hissəni seçirəm. Bura avtosam vururam. Avtosam vuranda, məsəl üçün, bu bunu cəmlədi. Artıq məsələn bura yeni bir dəyər atıram. Yəni bunun da pulu ödəndi, tutalım ki. Baxın 446 oldu. Məsələn burada bir 100 atıram. Toplam məbləği deyir də onda. Toplam məbləği. Avtomatik hamısını cəmlədi. Məsələn siz işdə kompüter işində işləyirsə, resepsiyonda məsəl üçün o qiymətlərlə işləyəsiniz də. Avtomatik istəyəsiniz ki, toplansın da verəsiniz də bir dəfə və yaxud da hər dəfə eyni bir toplanılmır orada. Ola bilər səhv olsun. Necə? Səhv toplasın. Kompüter səhv toplasın. Elə şey olar, kalkulyator səhv eləyər, özdə Excel. Yox. Başa düşdüm. Əla bir şeydir də. Məsəl üçün 546-dır bu. Məsəl üçün bura bir dənə mən yazıram 500, bura yazıram 99. Çünki istəyirəm bir dənə 4 alsın, artsın. Bu 550 olsun. Bax, o 95-i dəyişdirdim, 96 elədim. 99 elədim. Bax, burada oldu 550. Bütöv işarəliyirik, avtosan basırıq, o hamısını göstərir. Bəli, istəyirsən bax bu ərazini seç, cədvəli qurursan, ərazini seçirsən, gəlirsən avtosamı vurursan. Bu avtosam vurdum, bu avtomatik bunu gətirdi, həkk elədi bunu. Niyə belə elədi? Bir dəqiqə. Yox. Hə, belə olmalıydı da. Bunu vurdum. Gərək bura ərazi yazılır. Gəl bir dənə buradan cədvəl qurum mən sizə. Baxın, bir dənə buradan cədvəl qurdum. Bax, belə bir cədvəl qurdum. Bu cədvələ, baxın, aşağıdan bunu belə də yaza bilərəm. Bərabərdir, sam, bax, bu formada yazdım. Bax, açıldı buradan sam. Bunu vurdum. Deyirəm ki, gedirəm, bax, bu ərazini seçirəm. Baxın, seçdim. Bu avtomatda F2-dən F20 ərazisinin özü işarələdi. Mən seçdim bunu. Enter'ı vurdum, всё. Hələ ki burada 0-dır. Bax, bura mən yazıram 3. Baxın, 3 gəldi bura. 3-ün üstünə 3 neçə eləyir?
6. Bax, oldu 6. Məsəl üçün, üstünə gəl 7 manat. Oldu 13 manat. Üstünə gəl 8 manat. Oldu 21 manat. Hə, avtomatik göstər. Siz o atomu basmadınız axı, onu başqa cür elədiniz. Hə. Necə oldu? Bax, bərabərdir, sum yazdım, yəni sam. Sum, hə, hə. Hə, Hə, bax, öyle gəlir. gətir bir də göstərim. Bir dənə də bir yazılmış. Hə, bax, bu ərazidir, ərazi. Ərazinin alt sətrində, altında xanada bərabərlə yazılır. Bərabər yazıram, sam yazıram, sum. İngiliscə sam deyilir. Vurdum bunu, burada belə mötərizə açıldı. Heç nə eləmirəm. Gedirəm, bax, bu polis işarəsim var ha. Basıram sol düyməni. Buranı seçirəm. Birlikdə biz seçməni zaten. Seçdim. Bax, F2-dən F21-ə seçdi. Enter'ə basıram, vəsiyon. Mən burada, baxın, buradan da görə bilərsiniz. Yarandı bu mənim düsturum. Hə, əladır da, əla bir şey. Bura nə yazsam, o avtomatik ora düşəcək. 3 məsələn, 3 ilə 5-i topladı, mənə 8 verdi. Yəni, o cürdə eləyə bilərik, bu cürdə eləyə bilərik də. Hə, onunla seçilmiş ərazin olur. Məsələn, bura olur əvvəl, yazı olur. Amma yazı olmayan ərazini özünüz yazın. Bərabərdə sam yazın. Sam funksiyadır. Mən bir dənə video dayandırım, qızlar. Keçən ikincini çəkək. İkinci hissəsində.